Salam, bugün sizinlə 5-ci bölmənin iş dəftərində olan ümumiləşdirici tapşırıqlara baxacağıq. Gəlin başlayaq. Birinci, şəkildə qida məhsullarında daha çox olan vitaminlərin adını qeyd et. Burada qeyd etmişəm A vitamini, C vitamini və D vitamini. A vitaminoz nədir? Keyfiyyətsiz qidadan qidalandıqda, aclıq olduqda, antibiotiklərin təsiri nəticəsində və yaxud da ki, həzm sistemindən vitaminlər düzgün sorulmadıqda, bu zaman A vitaminoz yaranır. Digər adıyla vitamin çatışmamazlığı yaranır. Orqanizmdə vitamin çatışmayanda nə baş verir? Orqanizmdə əgər C vitamini çatışmasa, bu zaman skorbut yaranır. Skorbut zamanı dəridə, əzələdə, selikli qişalarda qan sızmaları olur. Həmçinin diş əti qanayır, dişlər laxlayır. Dişlərin itilməsinə gətirib çıxara bilər. Orqanizmdə A vitamini çatışmazlığı nəyə səbəb olur? A vitamini çatışmadıqda toyuq korluğu olur. Toyuq korluğu zamanı zəif işıqlanmada, xüsusən də gecə vaxtı gözün görmə qabiliyyəti pozulur. D vitamini çatışmazlığı raxit xəstəliyinə gətirib çıxarır uşaqlarda. Raxit xəstəliyi zamanı ayaq sümükləri əyilir, döş qəfəsi deformasiya uğrayır. Baxın, D vitamini bağırsaqlardan kalsium və fosforun geri sorulmasını tənzimləyir. Həmçinin də bu elementlərin sümük toxumasının çıxmasının qarşısını alır. Əgər ki, D vitamini çatışmasa, bu elementlər sümük toxumasından çıxa bilər, sümük toxuması zəifləyir. Bu zaman isə gövdə ayaqların üzərinə baskı yaratdığı üçün ayaqlar əyilməyə başlayır. Sonra, ikinci, şəkildə yetkin insanın ağız boşluğunda yerləşən 4 diş növü göstərilmişdir. Boş xanalara dişlərin və hissələrin adını qeyd et. Birinci bu diş kəsici, köpək, kiçik yazı, böyük yazı. Hissələri isə bu hissə tacları, boyun hissələri və bu hissəsi kökü. Deməli, tacı, boyun hissəsi, kök hissələri. Eynən burada da tac hissəsi, boyun hissəsi və kökləri. Deyir, insanda olan 4 müxtəlif diş növünün funksiyasını qeyd et. Kəsici və köpək dişləri qidanı dişləyir, həmçinin parçalanma kəsməyə xidmət edir. Daha sonra azı dişləri isə həmin o qəbul etdiyimiz qidanı xırdalamağa və üyütməyə xidmət edir. Həzm sisteminin funksiyalarını sadala və onların əhəmiyyəti haqqında yaz. Həzm sisteminin 3 əsas funksiyası var. Sekretor, hərəki sorulma. Sekretor sözünün digər mənası ifraz etmək deməkdir. Həzm sistemində fermentlər ifraz olunur, həmçinin seli ifraz olunur. Burada ağızda tüpürcək ifraz olunur, ağız suyu, mədə şirəsi. Və bunlar hamısı bunun ifraz etmək funksiyasıdır. Hərəki funksiya hərəkət deməkdir. Ağızdan qida ötürülür udlağa, udlaqdan qida borusuna, qida borusundan mədəyə. Baxın, qida borusunun peristaltik adlanan xüsusiyyəti var ki, o əzəllərinin yığılıb boşalması hesabına qidanı ötürür mədəyə. Mədə əzəllərinin yığılıb boşalması hesabına orada daha da qida hörrəsi yaranır. Həmçinin hissə-hissə nazik bağırsağa ötürülür ki, həzm getsin. Bundan başqa bağırsaqlarda həm qidanın irəliləməsinə xidmət edir hərəki funksiyası, həmçində həzm olunmayan qida hissələrinin lazımsız tullantıların bədənimizdən çıxarılmasına, bağırsaqlar vasitəsilə irəliləyib sondan bədənimizdən çıxarılmasına xidmət edir hərəki funksiya. Sorulma dedikdə isə nazik bağırsaqdan amin turşuları və glikoza qana, yağlar isə limfaya sorulur. Həmçinin deyə bilərsiniz ki, yoğun bağırsaqdan da su sorulur. Su və onun içərisində olan mineral maddələr. Dördüncü, qrafikdə insan orqanizmdə A, B və C fermentlərinin fəallığına mühitin təsiri göstərilmişdir. Biz baxırıq. Bu arada burada qələvi mühiti səhv yazıb. Burada da turş mühiti. Əksinə olmalıdır. pH 7-dən neytral, 7-dən aşağı turş, 7-dən yuxarı qələvi götürülür. Bu ikisinin yeri dəyişməlidir. Deməli, pH əgər A göstərir ki, orta hesabla 3.5-ə kimi, yəni bu turş mühitdir. Turş mühit mədədir. Mədədə mühit turşdur, orada haşıqlar var çünki. Sonra ortada göstərilən neytrala yaxın biraz zəif qələvi bu ağızdır. Ağız fermentləri əsasən neytralda və zəif qələvi mühitdə daha yaxşı öz fəallıqları olur. Baxın, pik nöqtəsi onu göstərir. C isə qələvi mühitdir. Qələvi mühitdə isə nazik bağırsağı göstərir. Yəni bizə nə deyir? Hansı ferment 12 barmaq bağırsaqda ifraz oluna bilər? C fermenti. Çünki dedik ki, 12 barmaq bağırsaqda, nazik bağırsaqda qələvi mühitdir. Hansı ferment mədədə ifraz olunur? A fermenti. Çünki mədədə turş mühitdir. Orta hesabla 1.5, 2.5-dir. pH-ı hansı ferment B hərfi ilə işarələnə bilər? B
B hərfi ilə ağzı göstərir. Ağızda da amilazanı deyə bilərik. Deməli, burada da amilaza. Amilaza nəyə təsir edirdi? Karbohidratlara. Ağızda yalnız karbohidratların həzmi gedir. Mədədə əsasən pepsin zülalları parçalayır. Daha sonra nazik bağırsaqda həm zülal, həm karbohidrat, həm yağların həzmi gedir. Sonra 5-ci. Şəkildə göstərilən həzm sistemi orqanlarına aid olan uyğun xüsusiyyətləri oxlarla göstər. Mədaltı vəzi ilə axacaq vasitəsilə birləşir. Söhbət 12 barmaq bağırsaqdan gedir. Nazik bağırsağın ilk şöbəsi. Amilaza fermenti fəal olur. Nazik bağırsaqda. Amilaza karbohidratları parçalayır. Mədədə karbohidratları parçalayan ferment yoxdur. Selikli qişasında xovlar olur. Yenə nazik bağırsaq. Pepsin fermenti ifraz olunur. Mədə. Qidalı maddələr qana və limfaya sorulur. Nazik bağırsaq. Xlorid türküsü ifraz olunur. Mədə. Bu qədər. Sağ olun.